Deməli uşaqlar, keçirik bu günün Səfər dövlətinin Şah Abbasdan sonraki hissəsini. Yəni, Səfər dövlətinin 17-ci əsrin ikinci yarısında bir də ictimai-iqtisadi həyat və mədəniyyət mövzularında. Şah Abbasın ölümündən sonra 1629-cu ildə hakimiyyətə gəlmişdi Şah Səfi 1629-dan 1642-yə qədər. 42-ci ildən isə 66-cı ilə qədər olub hakimiyyətdə Şah II Abbas. Şah II Abbas nə ilə məşhur ümumiyyətlə? Bir, ədalətli siyasət yürütməsi, bundan başqa hər kəsə humanist, hətta deməli, ölkə ərazisində yaşayan xristiyanlara və digərlərinə qarşı mülayim siyasət yürütməsi və ən əsası testlərə çox düşən rəiyyət və sənətkarların xəzinəyə olan vergi borclarını ləğv etmişdi. Baxın, testdə bu çox düşür. Bir də ümumilikdə vergiləri azaltmışdır. Şah II Abbas üçün əsas xarakterik cəhətlər bunlardır. Bir də ən əsası 1653-1662-ci illərdə Rus və Səfəvi münaqişəsi baş vermişdir. Bu münaqişə ona görə baş vermişdi ki, o dövrdə Ruslar Şimali Qafqazda yenə də qalalar tikirdilər. Terekça ətrafında və digər ərazilər Şimali Qafqazda qalalar tikirdilər, müdafiə istehkamlı qalalar tikirdilər. Buna görə də Şah II Abbas Şirvan bəylərbəyinə Xosrova məktub göndərir ki, fərman göndərir ki, ged o qalaları dağıdır. Şirvan bəylərbəyi də gedir qalaları dağıdır və 53-62-ci illərdə onlar Rus və Səfəvi orduları arasında bir münaqişə baş verir. Yəni tam belə döyüş, müharibə deyə bilmirik biz onu. Münaqişə baş verir və bu münaqişə daha sonra dinc yolla həll olur. Ona görə dinc yolla həll olur ki, o dövrdə Rusiya zəif idi, müharibə aparmaq istəmirdi Səfəvi ilə, buna görə də normal dinc yolla problem həll edilmişdir. Şah II Abbasdan sonra hakimiyyətə gəlmişdi 1666-1694-cü illərdə Şah Süleyman. Süleyman biraz Abbasdan fərqli idi. Şah II Abbas məsələn mətbəə avadanlığı gətirmək üçün səy göstərirdi, mətbəə avadanlığı, çap avadanlığı. Bundan başqa alimlərə, elm adamlarına qayğı göstərirdi. Amma Süleyman tam əksi idi. O biganə yanaşırdı, kitablara, ümumiyyətlə alimlərə biganə yanaşırdı. Bu kimi fərqi var idi. Süleyman dövründə ən vacib hadisələri 1667-ci ildə Rusiya ilə ticarət müqaviləsi imzalanmasıdır. Bununla da ilk dəfə olaraq, sonra yenə daim işləyəcəyik, görəcəksiniz, yaşlı müqaviləsində və gənc müqaviləsində, digər müqavilələr. Amma 67-ci il konkret ticarət müqaviləsidir, 2 dənə nəticəsi olur. Rus tacirlərə Səfəvinin bütün hakimiyyəti boyunca gömrüksüz ticarət etmək hüququ verilir və bir də Rus tacirlərə bazarlarda və digər yerlərdə belə desək, yaxşı davranılırdı, onlara güzəştlər tətbiq edilirdi. Bir də 1668-ci ildə Kazakların hücumu olmuşdu Xəzər sahili ərazilərə, Gilandan ta Dərbəndə qədər. Kazak dediyimiz Ruslardır yəni. Ona da Stepan Razin başçılıq edirdi. O gəlmiş Xəzər sahili əraziləri dağıdırdı, qarət edirdi. Rusiya dövləti də o dövrdə Səfəvi ilə münasibətlərin pisləşməməsi üçün Stepan Razini tutaraq onu həbs etdirib və edam etdirmişdir. Bu siyasi dövrüdür Səfəv dövlətinin 17-ci əsrin ikinci yarısında. Və deyirik ki, Süleyman hakimiyyətinin sonuna doğru artıq bir qədər dövlət zəifləmişdir. Ondan sonra Şah Sultan Hüseyin gəlir, onda keçəcəyik növbəti hissələrdə. Buradan dediyim kimi, Abbasın bu rəiyyət və sənətkarlara vergi borclarının etməsi, bu əzbər bilməlisiniz, Rus Səfəvi münaqişəsini və ticarət müqaviləsi də düşür. Bu daha çox oxşarlıqlı düşür. İndi ümumi testlər işlərində görəcəksiniz. Bu ticarət müqaviləsi ilə rəşd müqaviləsi var, Gəncə müqaviləsi var. Onların oxşar cəhətini soruşacaq sizdən. Onda deyəcəyik ki, Ruslara gömrüksüz ticarət etmək hüququ verilmişdir. İctimai-iqtisadi həyata baxsa, ümumiyyətlə Səfəvinin mövcud olduğu dövrdə. Torpaq mülkiyyət formaları, divan, xalisə, mülk, soyuqal, tiyul, vəqf, cəmaat idi. Bu ikisini niyə xüsusi işarə eləmişəm? Dövrün ən aparıcı mülkiyyət forması divan və xalisə. Yəni, aparıcı mülkiyyət forması nə deməkdir? Ən geniş yayılmış torpaqlar divan və xalisə torpaqları idi. Yəni, divan nə idi? Dövlət torpaqları. Xalisə, keçmişdən bu dəfə, hökümdar ailəsinə məxsus torpaqları idi. Deyirdik ki, gəlirləri hökümdarın icazəsi ilə xərclənir. Mülk həmişəki bir şəxsidir. Soyurqal Səfəvlərdə çox az qalmışdır.
Ağqoyunlu Qaraqoyunluda hərbi xidmət müqabilində idi, amma səfərdə çox az miqdarda sufi, belə desək, din adamlarına verilirdi də, çox az səfərdə din adamlarına verilirdi. Yaxşı, yəni Qaraqoyunlu ilə Ağqoyunludakı kimi soyuqal geniş verildi. Səfəvi dövlətində yeni yaranan torpaq mülkiyyət forması isə tiyuldur. Bax, tiyul soyuqalın əvəzinə yaranır səfəvidə. Yəni, hərbi xidmət müqabilində verilən torpaq sahələri idi. Yalnız hökmdar fərmanı ilə irsən keçə bilərdi. Bax, şərti torpaqda tiyul. Ancaq hökmdarın fərmanı ilə, icazəsi ilə irsən keçə bilərdi tiyul. Demək, bir dənə təkrar edək. Səfəv dövründə yaranan şərti torpaq mülkiyyət forması hansı idi? Ərəblər dövründə hansı idi? Sasanilər, Ərəblərdə. İqta, sonra deməli, Sasanidə Dastaket Xostak idi. Dastaket irsi Xostak şəhəri. Ərəblərdə İqta idi. Ağqoyunlu Qaraqoyunluda soyuqaldı. Səfəvdə isə tiyul. Tiyul xeyli müddət gedəcək, 19-cu əsrə qədər gedəcək, keçəcək. Və bilirsiniz ki, dini idarələrdən torpaqlardır. Cəmaat da ki, ərəblərdə icma var idi, yəni onunla eyni şey, kəndlər... Kəndlərdən sonra gəlirlər götürür. Sonra, Təhmasidin dövründə nəhayət ki, Təhmasid tamığa vergisini ləğv etməyi bacardı. Tamığa kimlərdən alınırdı? Qurducu tazirlərdən alınırdı. Amma əvvəl bu şey tazirlər sənətkarlardan bu şey deməli, uzun sən eləmək uzun sən ləğv etmək istədiyi. Sonra, digər vergilər, malcəhət, bəhirlər, çobanbəyi, bağbaşı və s. ən məşhuru malcəhət vergisi idi. Lakin Təhmasidin dövründə 6'da 1 qədər alınırdı. Yəni, məhsulunun 6'da 1'i. 100 kilo taxılı varsa, onun 6'da 1'i dövlətə verilirdi. Bəhirlər bilirsiniz, sudan istifadədir. Belə. Səfəvi dövlətində ali təbəqə, yəni yuxarı zümrədə 3 dənə təbəqəyə bölünür. Bax, qısa şəkildə belə yerdə saxlaya bilərsiniz. Bura baxın, uşaqlar. H-A-M. Ham. Yəni, hərbi əyanlar, ali şervanilər, bir də məmurlar və yerli əyanlar. Hərbi, ali məmurlar. Ham. Şəkildə yerdə saxlaya bilərsiniz. Sonra, kəndli qruplarına baxsaq, kəndli 3 dənə qruplarına birləşir. Sakit olun. Rəiyyət, rənsbər və elan. Bax, rəiyyət kimdir? Rəiyyətin özünün iş aləti, heyvanı var və o torpağı alır rəiyyət. Yəni, digər adı hampa gedir onu, hampa. Alır torpağı, alır deməli, özü bezəlir. Torpağı özü bezəlir, özü əkir. Rənsbər kimdir? Rənsbərin heç nəyi yoxdur. Adam nə əkmək üçün aləti var, nə qoşu heyvanı var, nə torpağı var. Gedir, günəmuz dişliyir. Keçən insan olur, onu deyirdim bu rənsbərə. Elat isə köçəri mallar tayfaları idi, həm də ordunun əsas hissəsi elatlarına toplanırdı. Sakit. Onlar ya vergini hazır edirlər, ya deməklə vergi ödənmir. Bu dövrün əsas şəhərləri. İndiyə qalır. Şəhərlər hansılar idi? Dərbənd, Təbriz, Bakı, Beyləqan, Ərəş, Ərdəbil, ən əsas şəhərlər Şamaxı idi. Baxın, Dərbənd deyil ki, 15-ci əsrə qədər ən böyük nə idi? Liman şəhəri. 15-ci əsrdən sonra Bakı olur. Sonra, Təbriz Səfəvilərin ikinci ən böyük şəhəri idi, amma Azərbaycanın ən böyük şəhəri idi. Azərbaycanın ən böyük, Səfəvilərin ikinci ən böyük şəhəri idi. Sonra, Beyləqan deyilir ki, Səlcuqlar dövründə Səfəvlərin mərkəzi idi. Beyləqan, yəni Səfəv dövründə önəm daşıyır. Ərdəbil Səfəvlərin təbii ki, dini mərkəzi idi. Çünki Ərdəbil oradan yaranmışdır. Ərəş öz ipəyi ilə məşhur idi. Burada məşhur Mahmudabad ipəyi hazırlanırdı. Şamaxı da yenə öz ipəyi ilə məşhur olan şəhərlərdən idi. Bu dövrdə sənətkar birlikləri 17-ci əsrdə əsnaflar adlanır. Yadımızdadır, deyir ki, 13-14-də Monqollar dövründə sənətkar birliyi əxili adlanırdı. Amma Səfəvi dövründə isə əsnaflar adlanır. Bir də sənətkarlar buraya yazılmışlar, 3 birlikdə formalaşırlar. Bir, feodal emalatxanalarında işləyənlər, 2, əsnaflarda birləşənlər, bir də müstəqil fəaliyyət göstərənlər. Yəni 3 dənə sənətkar qrupu var idi. Bir də bir şey var ki, bu dövrdə Ost-Hind şirkəti və Moskva şirkəti var idi, ingilislər şirkəti.
Ostend və Moskva şirkəti ingilislərin idi. Bax, adı Moskva olmağına baxmayın, ingilislərin şirkətidir. 1555-ci ildə Moskva şirkətinin nümayəndəsi Antoni Jenkinson gəlmişdir Şirvan Bəylərbəyi Abdullah xan Ustazının yanına və ondan deməli ticarət etmək üçün hüquqlar almışdır. Yəni, tacirlərin ticarət etməsi üçün geniş hüquqlar almışdır. Təhmasinin də o da burada bu şirkətlərlə Rusiya ilə müəyyən əlaqələri var idi, ticarətlə bağlı. Bu ictimai-iqtisadi. Bir də digər mövzumuz mədəniyyətdir. Mədəniyyətdən baxın, bunları mən deyəcəklərdə verirsəz kifayətdir. Bu il yerə gəlmişkən imtahan hansı düşmüşdü? Bax, bu düşmüşdü. Məhəmməd Tahir Vahid, İskəndər bəy Mürşid, bir də Həsən bəy Rumlu. Bu üçü açıq sualda düşmüşdü uşaqlar çox. Və o sual səhv olduğu üçün hamıya düz götürülür. Biz ikinci çıxardığımız şey. Hamıya düz götürülür. Aynen, biz de düz olacağımız var. Kəmaləddin Behzad 1522-ci ildə Şah İsmail tərəfindən açılan Təbriz kitabxanasının rəisi təyin edilmişdi. Kəmaləddin Behzad. Həsən bəy Rumlu Əhsən ət-Təvarix əsərinin müəllifidir. Deməli, Təhmasibin dövründə fəaliyyət göstərmiş tarixçi olmuşdur. Oruc bəy bayaq diplomat idi. Deməli, Şah İsmailin dövründə İspaniyaya getmişdi diplomat kimi. Orada qalmış və eyni zamanda Səfərvi tarixinə aid kitablar yazmışdı. İskəndər bəy Mürşid Şah 1-ci Abbasın tarixçisi olmuşdu. Onun Tarixi Aləmi Aray Abbasi əsərini yazmışdı. Abbasın dövründə baş verənlərə aid 1-ci Abbasın. Bu Məhəmməd Tahir Vahid o imtahanda sualın səhv çıxmasının səbəbi idi, səbəbkarı. Məhəmməd Tahir Vahid artıq deyirik ki, həm Abbasın, 2-ci Abbasın, həm tarixçisi idi, həm də baş vəzir idi. Həm baş vəzir idi, həm baş vəzir idi, həm də tarixçisi idi. Onun da Tarixi Vahid əsəri var idi. Bir də uşaqlar, 16-17-ci əsrin abidələri var, yazmadım nə qədərdir, orada sığmır, kitabdan oxuyacaqsınız. Bax, 16-cı əsrdə var, Şeyx Cüneyd məqbərəsi, Şeyx Heydər məqbərəsi Meşkin şəhərindədir, Naxçıvanda 50-ci çay üzərində körpü var, Qusarın Həzrə kəndində Şeyx Cüneyd məqbərəsi var, mən onu demişəm, Qusarın Həzrə kəndindədir. Sonra 1586-1589-cu ilə aid Bakının şərq darvazaları var. Bax, bu abidələrdə əsas. 17-ci əsrin abidələri isə Şah Abbas məscidi var, 1967-ci illərdə Gəncədə. Gəncədə Şah Abbas məscidi var. Soyxanada Atəşgah var. Sonra Kələxana məqbərəsi var Şamaxıda. Hind tacirləri var, İçəri şəhərdə bir abidəsi var. Təbrizdə Şibli Karvansarası var, 17-ci əsrə aid. Düşə bilər, ana ilə. Təbii ki, bunları öyrənmək lazım. Ama çox asandır. Mən 130 insan qazandı. İnşallah. Belə uşaqlar, mövzu bu qədər.